Axı mən ki, mənə pislik eləmişəm. Açın, nə olub, mən də qələt eləmişdim ki, Allah Teala mənim başıma boyun açdı. Nə olub axı? Mən ölümdən bir adamın toğuna da çatmışam. Bir adamın pişiyinə brız demişəm. Bəs onda Allah Teala mənim başıma niyə boyun açdı? Deyirəsi dərddə ora kişilər, danışırası dərddə ora evim yıxıldı. Qurban dayı, fəlakət üz verim Qurban dayı. Fəlakət üz verim Qurban dayı, fəlakət. Nə olub aylı o xəbər? Neftçi uduzdur. Neftçi udan günü var ki, Latoka apardılar. Milisiyə. Ax, insana qarından başqa baş da gərəkdir, amma dolu baş, qalava. Qalava məndən nə qədər istəyəm Qurban dayı. Anamın qəbri işi günah məndə deyil. Bütün günahlar Mustafa'dadır. Xata oldu dedim ki, bu Latokdan 2 dəqiqə müğayət ol. Hansı Mustafa? Qonşumuz Mustafa. Nə olar? Borcunun sağlığını istəyir. Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm, heç atamın oğlu deyirəm. Olmadı ki, danışdıq da. Sakit. Mustafa'nın adını çəkmə, bildin? Alo, bəli, Qurbandır. Ha, yox, İspalkomun icrası başlayıb, mən zala geçkirəm. Ha, yox canım, sən nə danışırsan? Gülə paşa durar, Yox, paşa toz durar, səsini gülə, gezin. gülə. Dinəm paşa durar, gülə, dinəm paşa durar. Bəli, Ha, sənə dur, dinəm paşa durar. Oldu, Gəldi, gülə, mənim gözümdə dinəm paşa durar. gözləyirəm. Paşa durar, güliçka. Voy. Kim var bura? Şalvar ver, yala. Elbet çıkan bakın. Ne var la? Sakit! Ala, nətər adamlarsınız ha? Oynamağa gəlmişsiniz bura. Görürsen Ne dedim ana, ben Deyəm, döyülərsən ha. Bəs, Atamın yadigarıdır. toyuqsan gir hinüvədə. Orasan mən bəyəm. Kesin oturun. Geç o yana. Oturmuşam da. Otur da. Ağrıdır axı. Lan. Bu da plan. Buyur şef. Bu bura. Bu qaldı. Deməli beləm. 2 nömrəli pozisiyada mənim kürəkənim şofer Mustafa bizi gözləyəcək. Deməli düz 16:00-da başlanır sistem stikovka. Paşa ilə Mustafa aeroportda görüşürlər. Əmi, bəlkə mənim yerimə başqa adam birləşə. Niyə? Ağrıdır axı. Qurban olum əmi, mən производственный travma almışam axı. Ala. Nə var ey? Ola... Ged özüvə, mən 21-əm, tar deyil. Yox əmi, mən... Kişinin farklarına tutardı da. Yaxşı nə deyirəm axı? Deməli belə, bir saatın ərzində qoyunlar refrigeratorla qəbirstanlığa girməlidir. Gecikmək olmaz. Niyə? Necə niyə? 5-dən 6-ya qədər qəbirstanlıqda çaspikdir. Səncə bu basa-basda qoyun boşalmaq olar? Əlbəttə olmaz. Ay sağ ol, haykü içməmiş girin qəbirstanlığa da. Mürşid! Ay Mürşid! Mürşid! İstəyən görüm ana. Sən ki, keç qoq. Yekə oğlan. Ha, olmaz ki. Keç qabağa. Qorxma, sən git, geri. Sən gel, gel ala. Geri. Ana geri de. Salam Əlbala dadaş. Aleyküm salam Mürşid. Ne oldu bəs? Nə olacaq? Günü sabah düzəlir. Bəs qurban ki yani? Qurban iclasdadır. Yox, jekdədir, vicdanım haqqı. Ben ona deyirəm ki, insaf da yaxşı şeydir də. Sabah axırıncı sırok. Tür. Getdilər. Hə, getdilər. Amma yaman tər tökdüm ha.
Yaxşı, eybi yoxdur. Birinci dəfə Yaxşı, deyil ala. ki... Səndəlik də. Sabahacan düzələr. Deməli belə, bu işdə gecikmək də olmaz, tələsmək də. Bir balaca, oyan bir anlıq, böyük katastrof ola bilər. Finansı katastrof. Başa düşdünüz? Bəli. Dəqiqlik lazımdır. Saatınızı düzəldin. Sağ ol, sağ ol. Mən ki ilə.